Salam millət. Bu videoda əməliyyatdan öncə nələrə diqqət edirəm, onları paylaşacağam. Hər zaman əməliyyatı paylaşıram. Əməliyyat zamanı psixoloji olaraq mövzulara toxunuram, çünki onlar düşünürəm ki, həqiqətən çox vacib mövzulardır. Burada isə yəni əməliyyatdan öncə nələrə diqqət edirəm onlara. Misal üçün mən saat 16:00-da əyləşmişəm qrafikin qarşısına. Gördüm situasiya formalaşmayıb, getdim. Bir 5 dəqiqə, 10 dəqiqə olar ki, gəlmişəm. Və indi qrafikin bundan sonra, yəni saat artıq 5-dir, Azərbaycan saatına deyirəm, artıq qrafikin qarşısındayam. Və bundan sonra da yəni əməliyyata alınmayana qədər də durmayacağam. İnşallah, yəni əməliyyat situasiyası olsa, təbii ki, olmayacaqsa mənası yoxdur qrafiklə. Bir növ məcbur etməyin bir mənası yoxdur. Hal-hazırda short bir pozisiya gözləyirəm. Yəni biasım açıq şəkildə shortdur. Marketin düşəcəyin düşünürəm. True open-ə qədər və yaxud da low-lara qədər. Elə açıq bəlkə sizlə birlikdə əməliyyata daxil olduq. Sadəcə bir dəqiqə qalıb bağlanmasına ondan biraz narahatam. Yəni əgər ki istədiyim kimi bağlanış etsə, buradan short əməliyyatını dəyərləndirəcəm. Yox, əgər ki istədiyim kimi bağlanış etməsə, o zaman bu hayın alınmasını gözləyəcəm ki, yüksək ehtimallı gözləntim bu şəkildədir ki, bu hay alınsın və o şəkildə əməliyyata daxil olaq. Çünki o hay alındıqdan sonra mənim əməliyyata girmə situasiyam çox-çox güvənli olacaq. Amma hal-hazırda biraz risklidir. Bir dəqiqə qalıb. Gözləntim bu şəkildədir, millət. High time frame-də SMT var. Gördüyünüz kimi burada da çox gözəl. Yəni market gəlib bura S-də high almayıb. Yəni bu high almayıb açığı. Və market hal-hazırda Exxon sonra FVG daxilində, yəni önəmli bir səviyyədədir. Boş bir yerdə deyil. Və hal-hazırda Nasdaq da isə burada nə edib? Həmin hayları alıb, yəni düşüş istiqamətində bir təsdiq verib və indi mənim gözləntim nədir? Bax 4 saatdır da bunu çəkim. Bu hayın təmizlənməsi və oradan marketi şortlamaq. Yəni 15 dəqiqədə bu şəkildə görsənir. Bax yüksəlsin bu hay alsın. Çünki market Q1-i nə keçirtdi burada millət? Akkumulasiya keçirtdi. Q2-ni manipulyasiya, indi Q3-ə gedirik və distribution olmalıdır. Yəni gözləntim bu şəkildədir. Market burada artıq Q3-ə daxil olanda mən distribution trade etmək istəyirəm. Əsas gözləntim bu hayın alındıqdan sonra əməliyyata daxil olmaqdır. Amma hay alınmasa belə verdiyi situasiyaya görə yenə də bu əməliyyat ala bilərəm. Çünki artıq zaman da işin içərisindədir. Ola bilər true open-ə qədər saxlayaram marketi. Ola bilər bura qədər saxlayaram. Böyük hədəfim buradan. Yəni all time mənim üçün buradır. Amma true open-də misal üçün karı alma eləyə bilərəm deyə düşünürəm. True open-də karı alma eləyə bilərəm. Və bura qədər də saxlaya bilərəm. Bunu target 1, target 2 kimi düşünün. Amma əsas gözləntim dediyim kimi hal-hazırda bu şəkildədir ki, yəni marketi buradan bura qədər daşıyım. Belə bir əməliyyat. Baxdıqda yenə dediyim kimi burada high time frame-də çox açıq bir SMT var. SMT-dən əlavə burada yəni Nasdaq-a baxdıqda burada bir nə var? FVG-miz var, yəni 2 level'ımız var. Sonra baxdıqda bu şəkildə bir görünüm var. Və yenə burada hay alınmayıb. Yenə S-lə bir SMT var. Tamam. Burada baxdıqda böyük ehtimal ki, buradan şortlayacağam ki, elə indi əməliyyata daxil olmaq istəyirəm açığı. Riskli bir pozisiya olar. Payın alınması daha yaxşıdır. Amma alınmasa belə buradan əməliyyatı biraz aşağı atdıqdan sonra daxil olacağam. Bu şəkildə bir əməliyyata daxil olacağıq. 3 ay yetərlidir. 15 dəqiqədə daxil olacağam millət bu əməliyyata. Çox fərqli zamanda yox. 3 kontrakt yaxşıdır mı? Yox, 4 kontrakt. 3 kontrakt daxil olaq. Tamam. Atsa aşağı daxil olacağam və bunu realda aktivləşdirmək üçün metaya daxil oluram. Bir dəqiqə. Okay. Position sizer. Hı -hı. Yəni bağlanmasına blokun yarandıqdan sonra ümumiyyətlə daxil olacağam. İndən deyim, yəni bu şəkildə market aşağı düşsün, sonra qalxsın mənim maraqlı deyil. Mənim maraqlı olan marketi bloku yaratdıqdan sonrakı situasiyadır. Hı -hı. Çox risk etməyəcəm. Tamam. Belə bir əməliyyat situasiyası almağı düşünürəm. Risklidirmi? Risklidir, nə risklidir? S&P bir dəqiqə baxaq. Burada bir dəqiqə. Burada nə var? Hidden secretion'dan. Hidden SMT var. Aha, açıq şəkildə. Tamam. Buradan bir short pozisiyası artıq yoxlamaq olar deyə düşünürəm.
Yəni çox uzatmadan. Amma bağlanışı görmək də çox yaxşı olar. Mhm. Bağlanışı gördükdən sonra əməliyyata daxil olmaq çox yaxşı olar burada. Yəni indi hal-hazır çox. Bax indi daxil olsam əməliyyata çox riskli əməliyyatdır. Bir dəqiqə take profit-də biraz çox qoyaq. Buralara qədər saxlayaq. Mhm. Hal-hazırda daxil olsam çox riskli olmuş olacaq. Blokun yaranmasını gözləyirəm. Q3-də olması düzdür, öz güvən verir, amma blokun yaranması çox mənim üçün çox-çox vacibdir. Okay. Tamam, artıq mənim üçün təsdiqlənir yavaş-yavaş. Kontrakt. Mhm. Limiti əlavə etdim. İndi birazdan qalxıb alacaq orana. Hədəfi biraz aşağılara da tuta bilərəm. Bu şəkildə də saxlaya bilərəm. Buralar yaxşıdır. Eee, Belə bir əməliyyatda. Position size aktivitemi. Aha, realda da daxil olduq. Tamam. Daxil olsaydı limit atdım. Yəni hələ heç biri aktivləşməyib. Point olaraq baxdıqda millət görə neçə pointdir? Dəqiqə. Çox deyil. 250 point aparmış olacaq. 245. Take profit olsa. Bu əməliyyat axşam gec idi, saat 4 ərəfəsi idi. Oyaq idim. Bu əməliyyat dəyərlənib burdan. Çox səliqəli əməliyyat idi. Bura qədər saxlayamamışdım açığı. Yəni, bu əməliyyatı bura qədər saxlamamışdım. Burada çıxmışdım, buralarda hardasa. Yəni, hayın alınmasını gözləmədim. Belə bir əməliyyat idi. 1,8 aralıq əməliyyat idi. Çox deyildi. Amma ən pis olan dünən bu əməliyyat idi. Mən bunu necə qaçırtdım? Çünki gözlə, gözlə, gözlə və gün əməliyyatı bu idi açığı mənim üçün. Sadəcə çox gec oldu. Bu düşüşü aldım. Amma bu qalxış mənim əvvəldən gözlədiyim əməliyyat idi. Çünki yəni, ön yargım bu şəkildə idi ki, market burada böyük bir akkumulasiya, manipulyasiya, distribution və s. bunu yaratsın və buradan axsın getsin. Nəysə onu da ala bilmədik. Amma qrupdan uşaqlar almışdı deyə bir növ rahat idim. Hmm. Axıra qədər millət saxlayıb sizi yormaq istəmirəm. Böyük ehtimal burada yayını dayandıracağam. Bir dənə xəbərlərə baxım. Başqa xəbər varmı? Düzdür, Jarvis xəbər eləməyib. Bayaq ki, bir dənə 16:30-da məlumat vermişdik. Xəbər var, amma başqa yoxdur. Tamam, rahat o zaman gözləyə bilərik axıra qədər ki, əməliyyat gəlsin, alsın. Burada diqqət etməli olduğumuz situasiya nədir? Bax, bu hay alınmadı. Neçə pipsin alınmadı? Ona baxırıq. That's a point-lə. Yəni, bir point deyil. Mhm. Yəni, çox az bir məsafədən bir point deyil deyəndə bir dəqiqə. Mhm. Tamam, çox az bir məsafədən market oranı almadı. Burada mən əslində hə, gəlməsini gözləyirəm, gələcək. Amma belə bir şey var, millət, indidən onu da deyim. Bu əməyə stop olsa, gözləntim buranın təmizləyib düşməsi daha özgüvənlidir. Əgər elə olsa, 2% risklə daxil olacam, çünki o əməliyyat əvvəldən gözlədiyimdir. Bu sadəcə əməliyyatı qaçırmamaq üçün daxil olmuşam. Take profit olma olasılığı çox yüksəkdir deyə. Mhm. Limiti almaya bilərmi? Düşünmürəm. Realda marketdə ata bilərdim. Neysə. Əməliyyatın sonu millət, sizlə bölüşəcəm. Həmin əməliyyatı aldıq. Yəni artıq sizə necə əməliyyata daxil olacağını demişdim. Həmin əməliyyatdır.
gəldi, limitimizi aldı, əməliyyata daxil oldu. İndi gözəl şəkildə düşür aşağı. Bir dənə problem oldu. Real accountda çox milə-mil almadı. Çox pis oldum. Yəni çox milə-mil almadı. Onu da almasını gözləyirdim. Broker fərqidir, bilmirəm nədir. İndi baxacağam birazdan. Çox milə-mil situasiyada, yəni real accountda bu əməliyyata daxil ola bilmədim. Təəssüflər ki. Amma fon hesabında inşallah yaxşı da gedir. Stopu bura qoydum. Nöqtə atışı aldı. Yəni çox gözəl aldı. Hətta daha diblərə qoya bilərdim, amma yenə də yəni gözəl əməliyyatdır. İndi take profit olmasını gözləyəcəyik. Əlavə olaraq bu əməliyyat haqqında danışacağım çox bir mövzu yoxdur. Hədəfi demişdim millət. Baxaq True Open-ə dəydimi? True Open-in yanındadır. Burada əslində kar alım edə bilərəm. Yəni buralarda bir kar alım edə bilərəm, amma axıra qədər saxlamağı düşünürəm. Çünki Q3-dədir millət. Q3-ün necə reaksiya verdiyini açıq şəkildə özünüz də gördünüz. Yəni hər zaman burada market digərlərindən daha gözəl reaksiya verir. Yəni gözəl şəkildə hədəfinə doğru gedir indi hal-hazırda. Çox bir şey etmək istəmirəm. Çünki buradan qalxsa da əslində elə break-even-də saxlayacağam. Yəni buradan qalxsa yəni stop ola bilər. Yəni break-even ona görə, yəni stop ona görə çəkmişəm bura. Belə millət, neçə point almışıq hal-hazırda? Hal-hazırda 154 point almışıq. Amma yenə də sərbəst buraxacağam. Özü take profit olsun. Millət bu qədər. Deməli, bu əməliyyata öncədən nələrə diqqət etmişdik, onları da qısa olaraq dedim. Düzdür, tam olaraq modeli izah etmədim, amma başa düşürəm. Yəqin siz də mənə başa düşürsünüz. Amma əsasən, yəni diqqət etdiyim 4 saatlıqda SMT-lər mənim üçün çox vacibdir. Niyə əməliyyatı bağladınız desəm, bu millət psixoloji mövzudur həqiqətən. Bunu bəzən bacarmadığım mənim də hallar olur. Hədəfim əslində buradır, özünüz də bilirsiniz. Bir də bura var. Real accountda olsaydı saxlayacaqdım. Real account alınmadı deyə çox pis oldum. Yəni necə pis oldum? Yəni ki, saxlaya bilərdim buralara qədər. Çünki real accountda bu şəkildə daxil olmuşdum. Misal üçün, deyəlim ki, əməliyyata daxil olacam. Mən bu şəkildə daxil oluram. Misal üçün, 1000 dollar risk atacamsa, deyəlim ki, 331, 331, 331 əməliyyata daxil oluram. 330-u, misal üçün, 3 arada bağlayıram. Deyəlim, daha hədəfim, kəskin hədəfim vardısa, orada bağlayıram. Digər hədəfi isə daha uzun diapazonda sərbəst buraxıram ki, nə qədər kar götürə bilir, götürsün ki, bu düşüşdə mükəmməl düşüş idi. Hədəfində aldı. Daha aşağılara gedəcəyinə də inanıram. Yəni, qəşəng şəkildə düşür indi hal-hazırda. Bu qədər millət. Əsas burada diqqət etməli olduğunuz mövzu psixolojidir. Bağlamasaydım özdə take profit verəcəkdi. Bunu da gördünüz. Yəni market qətiyyən başqa bir şey istəmir, ancaq axır aşağı və harda axdı? Bir dənə onda diqqət edin.
Burada dəqiqə Q3-də market, yəni Q3-də verdiyi reaksiya çox gözəl reaksiya verdi. Bir şama take nəticə olaraq yəni bir şama take profit olduq. Bir dənə əməliyyatı göstərdim sizə. Sonra misal üçün 15 dəqiqədə deyirsiniz əməliyyat almaq pisdir falan filan bəlkə. Bir şama take profit oldum millət. Yəni 15 dəqiqəlik şama bir şama take profit olduq və belə bir gözəl əməliyyat. Başqa nə deyim? Yəni səliqəli şəkildə əməliyyatımızı aldıq. Take profitimizi olduq. Bu qədər millət. Bu dərsdən öyrənə biləcəyiniz sizin əsas mövzu nədir? Ki, burada psixoloji cəhətdən güclü olmaq, ki, əməliyyata girməmişdən əvvəl bütün hər şey qurmaq, yəni bütün hər şeyi qurduqdan sonra ki, bu dayanmağı heç istəmir açıq, nə qəşəng düşür bu. Yəni ancaq T-prote olana qədər əməliyyatınızı, misal üçün bura qədər düşmüşdü, limitə gəlməyə axıra qədər gözlədim və gəldi. Yəni bunu əməliyyat açdıqdan sonra əməliyyata toxunmamaq, axıra qədər gözləmək, bunlar hər biri bu işin bir parçasıdır. Aydınmı? Yəni sizin məndən, mənim sizdən fərqli etdiyim heç bir şey yoxdur. Heç bir şey yoxdur. Etməli olduğunuz sadəcə və yaxud da uğurlu treyderlər görürsünüz sosial şəbəkələrdə. Aranızdakı tək fərq bir o çox intizamlıdır. Əməliyyatı axıra qədər gözləyir, səbirli olur, overtrade etmir. Gün ərzində bir və ya da iki əməliyyat alır, uğurlu əməliyyat alır, çıxır, uğursuz olduqda günü bağlaya bilir. Yəni ideal strategiyası, yəni fövqəladə trading sirrini tapan adam yoxdur yəni. Aydınmı? Yəni necə sirrin? Yəni hər kəsin bildiyi şeylərdir. Misal üçün, ola bilər ki, onun modelini təkmilləşdirək. Məsəl üçün, mən necə təkmilləşdirirəm, hər kəs də öz modelini təkmilləşdirir. Bu ayrı mövzu. Amma yəni bu tradingin sirrini tapdım, alqoritmanı çözdüm. Bu tip şeylər yoxdur. Yəni hər kəs eyni şeydir. Sadəcə arasındakı fərqlər nədir? Millət psixoloji cəhətdən o insan çox mükəmməldir. Üst səviyyə özün inkişaf etdirib, çoxlu kitablar oxuyub, beyni gözəl işləyir. Ə, və əlavə olaraq da millət səbri var, əzmlidir, marketi görə bilir. Aydınmı? Qumar etmir. Bir günə milyonçu olmaq xəyal etmir. Bilir ki, bir günə heç nə olmaz, bir həftəyə heç nə olmaz. Bunları bilir. Bir həftə bilirsinizmi açan nə vaxtsa olur? Yəni bir günə nə vaxt olur? Misal üçün deyirəm, sizin dilinizlə desək milyonçu. Milyonçu demək yəni nəzərdə nədir? 10 min qazanmaq gün ərzində 20 min, 30 min qazanmaq. Bunu yəni və yəqin başa düşdünüz milyonçu nə demək istəyir. Yəni bu bilirsinizmi? Yəni müəyyən təcrübə toplanır, toplanır, toplanır və sən artıq o əməliyyatı alırsan. Misal üçün mən nə edirəm? Copy trade edirəm də, düzdürmü? Və yaxud da ki, real account-da da girirəm ki, bugünkünə girə bilmədim. Və yaxud da ki, bunları misal üçün birləşdirmişəm. Mənim bir sonra komandam var, bilmirəm. Zenix haqqında məlumatınız varmı, yoxmu? Misal üçün orada da əlavə işlər gedir. Yəni beyinlər işləyir. Aydın? Bunlar bir günə formalaşmır. Yəni bir günə formalaşmır artıq. Bunlar toplanır, toplanır, toplanır və təcrübə. O yəqin ki, bu misalı hər biriniz bilirsiniz. Mən izah etməyəcəm, amma bir misal var, deyərəm ki, böyük bir yəni gəmi xarab olur. Gəminin motoru xarab olur daha doğrusu. Ustanı çağırırlar. Usta sadəcə ora bir toxunuş eləyir və misal üçün deyirəm 50 min dollar pul istəyir. Deyir ki, zəhmətimin qarşılığı 50 min dollar. Deyirlər ki, bəs yəni sən sadəcə bir toxunuş etdin də. O da deyir ki, yəni o düzgün toxunuşu etmək üçün mənim 40 ilim gedib. Yəni o düzgün toxunuşu həqiqətən ki, bu necə axdı getdi? Yəni bu nə idi belə market çökdü? Bu nə idi dedikdə millət? Bu akkumulyasiyanın manipulyasiya və distribution idi. Yəni böyük gözəl idi və gözəl də həqiqətən take profit verdi. Yəni real account-da girsəydim bu əməliyyata böyük ehtimal əlavə bir fon hesabım olacaqdı. Əlavə fon hesabı kimi bir şey olacaqdı. Nəysə. Yəni bu qədər millət. Hekayə bundan ibarətdir. Yəni tradingin sirri, dünyanı kəşf etmək, bunlar yoxdur. Sadəcə yəni dərinliyə girməyəcəm. Hər biriniz mövzunu məndən də gözəl artıq bilirsiniz. Sağ olun millət. Allah əmanət.